Hər kəsə salam. Yenidən Temu sifarişimdə qarşınızdayım. İndi məhsullar haqqında sizə məlumat vermək istəyirəm. Bu saç aksesuarını çox bəyəndim. Rəngi də gözəldir. Hörməyi sevməyən xanımlarımızın işini asanlaşdıra bilər. Gülü saça taxırsınız, altındakı burjunu da saça dolayırsınız. Səliqəli görüntü əldə edirsiniz. Diş fırçasına pis də deyə bilmərəm. Tam yaxşı da deyə bilmərəm, amma qiymətinə görə almağa dəyər. Dodaq boyasını burada açıb sizə göstərə bilmədim, amma mən bəyənmədim. Kapron kalkotkalar, kapron corablar haqqında tam məlumat verə bilməyəcəm, açıb istifadə etməmişik. Bu saç aksesuarı çox gözəldir. Şəkildə gördüyünüz kimi istifadə etsəz gözəl görüntü əldə edəcəksiniz. Şalvar çox gözəldir, rəngi, görüntüsü eyni şəkildəki kimidir. Sifariş vermək istəsəz mütləq santimetrlərinə, bədən ölçüsünə diqqət yetirin. Leopar eynəyi bəyəndim, amma öz üz quruluşuma yaraşdırmadım. Kişi ayaqqabı içlikdə hələ istifadə etməmişik, məlumat verə bilməyəcəm. Bu eynəyi bəyəndim, qızlar da, oğlanlar da taxa bilər. Uşaqlar üçündür. İkili oğlan dəsti. İsrarla tövsiyə edirəm. Materialı çox gözəldir, rahat bir paltardır. Bu eynəyi heç bəyənmədim. Bu eynəyi bəyəndim. 9 yaşında qızım üçün almışdım. Amma daha balaca uşaqlar üçün imiş. Üzünə balaca oldu. Masalkalar balaca gəldi, amma çox yaxşıdır. Qiymətinə görə də almağa dəyər. Kişi eynəyi həm bəyəndim, həm bəyənmədim. İstifadə etməmişəm hələ. Bu eynəyi israrla tövsiyə edirəm. Çox gözəldir. İçində 2 cür qabı var, dəsmalı var. Miyuka muncuq toxumaq üçün sap hələ istifadə etməmişəm. Qız uşaqlar üçün saç aksesuarı çox gözəldir. Dostlar, kanalıma abunə olun. Allah'a əmanət olun, sağ olun.